Bu 5 tip qida məhsulunu qalxana bənzər vəzniniz çox sevir. Qalxana bənzər vəzi orqanizmdə doğrudan da çox böyük önəmə sahib bir orqandır. Xüsusilə maddələr mübadiləsinin tənzimlənməsində əvəzsiz bir rola malikdir. Yəni metabolizminizin sürəti qalxana bənzər vəzninizin sağlamlığından asılıdır. Birinci növ qida məhsulları yodla zəngin qidalardır. Bu məhsullara balıqlar, xüsusilə də skumbriya və treska aid edilə bilər. Əlbəttə ki, yodla zənginləşdirilmiş duzu da unutmamaq lazımdır. Yod qalxana bənzər vəznin hormonlarının aktivləşdirilməsi və yaranması üçün doğrudan da vacib bir elementdir. İkinci növ qidalar isə selenlə zəngin qidalardır. Bu qida məhsullarına isə yumurta, toyuq əti və qozu aid etmək olar. Selen qalxana bənzər vəznin hormonlarını aktivləşdirir və onu oksidativ stressdən qoruyur. Üçüncü növ qida məhsulları isə sink tərkibli qida məhsullarıdır. Bunlar qırmızı ət, paxlallar və toxum bitkilərdir. Chia toxumu, kətan toxumunu da bura aid etmək olar. Sink də yod və selen kimi qalxana bənzər vəznin hormonlarının əmələ gəlməsində köməkçi bir vasitədir. Dördüncü növ qida məhsulları isə antioksidantlardır. Bunlar gilə meyvələr, tərəvəzlər və yaşıl çaydır. Bu tip məhsullar qalxana bənzər vəznini zərərli maddələrdən qoruyur. Beşinci növ məhsullar isə omega 3 yağ turşuları ilə zəngin qida məhsullarıdır. Bu məhsullara isə yağlı balıq növlərini və chia toxumunu, kətan toxumunu aid etmək olar. Omega 3 yağ turşuları orqanizmdə iltihabi prosesləri azaldaraq qalxana bənzər vəznin fəaliyyətinə dəstək olur. Bu qida məhsullarını rasionunuza əlavə etməklə sağlam bir qalxana bənzər vəznə sahib olmaq yolunda əmin addımlar atmış olursunuz. Əgər bu videonu sona qədər izlədinizsə və sizə faydalı oldusa da bəyənməyi və dostlarınızla bölüşməyi unutmayın. Həmçinin kanalımı izləməklə bu tip videolardan daha tez xəbərdar ola bilərsiniz.